Cavab çəkən bıçaqlar mağazamızda satışda idi. Kabrolu formada, kabrosuz formada. Kabrosuz formada olanların bugün fərqli rəngləri də mağazamızda artıq gəldi. Belə fərqli, maraqlı bir rəngdədir. Bu bıçağı bilməyənlər üçün yenə xatırlatma edeyim ki, bu hissəsi şişdən kebabı çıxartmaq üçündür. Bu hissəsi ilə rahat istədiyiniz salatı, çörəyi, meyvəni, nə istəsə doğraya bilirsiniz. Bu hissəsi ilə şişdə o sonda kebabdakı pişirdikdən sonra qalan qırıntılar var, onu təmizləyə bilirsiniz. Bu hissəsi ilə də banka butulka ağzı aça bilirsiniz. Hədiyyəlik kimi də çox gözəl bir məhsuldur. Yəni sevdiklərinizə, əzizlərinizə hədiyyə edə bilərsiniz. Qarşıda inşallah Ramazan ayı gəlir. Ramazan ayında yəni hədiyyə düşünənlər üçün də çox gözəl bir məhsuldur. Həmçinin mağazamızda belə bir kebab çəkən bıçaq da var idi ki, bu kabrolu şəkildə idi. Kabroda belə kabro ilə bərabər satılırdı. Bu da yenə öz gözəlliyində, öz formasında, bu formada. Bilməyənlər üçün də belə bir rəngdə yenə bıçaq var idi. Bu kabrosuz gedir. Bu bıçaqlar kabrosuz gedir. Yalnız bu kabrolu gedirdi ki, bu kabro ilə verilirdi. Belə bir rəngdə, belə bir laklı formada da yenə kebab çəkən bıçaq var idi ki, mağazamızda satışdaydı. Bu məhsulları mağazamıza yaxınlaşıb əldə edə bilərsiniz. Vaxtla bağlı, məsafə ilə bağlı gəlməkdə çətinlik çəkən müştərilərimiz də yenə sifarişlərini verə bilərlər WhatsApp-a yazıb. Kargo vasitəsilə Bakı ərazisinin cəmi 3 manata, əksər rayonlara isə cəmi 4 manata çox ucuz qiymətə çatdırılma edə bilir. Mağazamızda çox fərqli, hədiyyəli, həmçinin ev şəraitində istifadə edə biləcəyiniz məhsullar satışdadır. Kimə məhsullar maraqlıdırsa, səhifəmizə də keçid edib digər videolarımıza da baxa bilərsiniz.